Salam, hər vaxtınız xeyir olsun dəyərli kanal izləyiciləri. Mən təsviri sənət müəllimi. Bugün sizlərə MIX sertifikasiya imtahanında rastlaşa biləcəyiniz situasiyalardan danışacağam. İzaha keçməzdən əvvəl kanala abunə olmağı unutmayın ki, izahlar yerləşdirilən zaman görəsiniz. Dərslərə qoşulmaq üçün isə 070 235 1325 nömrəsinə yazaraqdan geniş məlumat əldə edə bilərsiniz. İndi isə keçək izahlarımıza. Dəyərli izləyicilər, belə bir sualla rastlaşa bilərik ki, tikilinin adını qeyd edin. Biz 4-cü sinifdə tikililərin müxtəlifliyi haqqında olan mövzuda belə bir şəkillə rastlaşa bilərik və bu tikilinin adı koma adlanır. Koma haqqında geniş bir məlumat verim sizlərə. Deməli, koma daş və yaxud da ki, çiy kərpiclər tikilidir. Damı torpaqla örtülür. Damın ortasında isə tüstünün çıxması üçün baca qoyulardı. Belə tikililərə daxma da adlandırırdılar həmin vaxtlar. Əsasən sulu, nəmişkənli ərazilərdə evlər yerə bastırılmış dayaqlar üzərində inşa edilirdi. İçərisində də rütubət olmasın deyə nəzərdə tutulurdu. Deməli, dəyərli izləyicilər, belə bir sualla rastlaşa bilərik ki, Azərbaycan, Şuşa, Şamaxı, Bakı və s. adlı miniatür əsərlər yaratmış ornamental və süjetli xalçalara eskizlər vermişdir. Bu rəssamın adı nədir? Bu rəssam 3-cü sinifdən bizə tanışdır ki, Əmir Hacıyev olmuşdur. Digər sualımız isə nəqqaş və ornament ustası kimdir? Bu sualın cavabı isə Usta Qəmbər Qarabağ olmuşdur. Usta Qəmbər Qarabağ Şuşa şəhərində anadan olmuşdu. O istedadlı Azərbaycan rəssamı, nəqqaş, ornament ustası olmuşdu. Əsasən rəssam milli üslubda divar rəsminin ən gözəl nümunələrini yaratmış sənətkarlarımızdandır. Şəki xanlarının, yay saraylarının divar naxışlarını bərpa edərkən hətta rəssam xalq sənətinin ənənəvi üslubuna yeni çalarlar əlavə etmişdir. Dekorativ və rəngkarlıq üslubları ustalıqla birləşdirən sənətkarın kompozisiyaları əsasən kolorit, böyük və kiçik detalların həmahəngliyi ilə büsat ovqat yaratmaq idi məqsədi. Digər sualımız isə araqçının hansı tikilmə üsulu ilə tikildiyini müəyyən edin sualıdır. Bu güləbətinə aiddir. Biz bilirik ki, güləbətinin tikilmə üsulu əsasən açıq kompozisiyalara aiddir. Araqçının üzərində bir rəngli sadə naxış işarələr təkrarlanaraq əsasən ornamental haşiyə yaratmışdı. Haşiyə naxışlı zolaq açıq kompozisiyanı təşkil eləyir. Güləbətin əsas belə deyək də xüsusiyyətləri bir rəngli, qabarıq, süliyyətli naxışların olmasıdır. Əsasən tünd qırmızı, bənövşəyi, yaşıl rəngli parçalar üzərində naxışlar qızıl və gümüş saflarla tikilərdi. Güləbətin sözünün mənası isə gül, sifət, bəniz, sima kimi əsaslanır. Dəyərli izləyicilər, belə bir sualla rastlaşa bilərik imtahan zamanı. Nəsrəddin Tusi portret plakatının müəllifi kimdir? Sualın cavabı olaraq Elmira Şahtanskaya deyə bilərik. Həmin vaxt Azərbaycan sənətkarları da yaşadıkları dövrün hadisələrini təsvir edən plakatlar yaradırdı. Buna yanaşı da rəssam Elmira belə deyək də plakat sahəsinə yaratdığı əsərlər ölkəmizin tarixi səlnaməsidir. Tariximizi, mədəniyyətimizi əks etdirən plakat silsiləsində rəssam əsasən ölkəsinin obrazını yaratmağa nail olmuşdu. Bir çox portret plakatlar ərsəyə gətirmişdi. Bunlara misal olaraq Nəsrəddin Tusi, Urməvi, Əcəmi Naxçıvani, Bəhməniyar, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Səməd Vurğun, Üzeyir Hacıbəyli, Sultan Məhəmməd və digər tanınmış simaların portret plakatlarına, müxtəlif dövrlərdə yaşayıb yaratmış tarixi şəxsiyyətlərin obrazına, plakat sənətinin tükənməz imkanlara malik olduğunu göstərir.
Belə bir sualla rastlaşa bilərik. Saxsı külçə basan adlandırılan bu təsvir nə üçün nəzərdə tutulub? Deməli, düzgün cavab olaraq fətir üzərində naxışlamaq üçün qəlib kimi nəzərdə tutulub. Onu götürürük. Deməli, digər sualımız isə qrafika və rəngkarlığın uğurları sintezindən yaranmış bədii üslub hansıdır? Bu düzgün cavabımız isə miniatürdür. Miniatür sözü orta əsr şərq əlyazmalarını bəzəyən təsvirlər miniatür adlanır. Qrafika, rəngkarlığın uğurlu sintezindən yaranmış bədii üslubdur. İllüstrasiya kimi miniatürdə əlyazmalar mətnin məzmunu təsvir edilərdi. Əsasən naxışların kompozisiya zənginliyi, lirik mənzərələr, incə xətt və formaların ritmi, kolorit ahəngdarlığı, obrazların dekorativliyi, miniatürə xas olan əsas cəhətləri idi. Dəyərli izləyicilər, diqqətinizə çatdırım ki, kanala abunə olun ki, ödənişsiz izahlardan xəbərdar olasınız. Daha sonra isə keçək sualımızın cavabına. Digər sualımız isə dekorativ tətbiqi sənət işləmə üslubuna aiddir. Deməli, dekorativ tətbiqi sənət iki üsulla işlənir. Material və texnologiya üsulu ilə əsasən əsas növləri kimi də sayılır. Deməli, material dedikdə metal, gil, ip, şüşə, ağac və s. kimi nəzərdə tutulur. Texnologiya isə üsul deməkdir. Yəni oyma, döymə, tökmə, tikmə, naxış çəkmə və s. kimi bu kimi şeylər nəzərdə tutulur. Dəyərli izləyicilər, belə bir sualla da rastlaşırıq. Heykəltaraşlıq nümunələri iki qrupa bölünür. Bəli, iki qrupa bölünürdü, dəyirmi və relyef. Bunlar hər biri öz növbəsində də ayrı-ayrı növlərə bölünür. Deməli, dəyirmi öz növbəsində 5 yerə bölünür, relyef isə öz növbəsində 2 yerə bölünür. Dəyirmiyə aiddir heykəl, heykəllər qrupu, tors, büst və statuetka. Relyef isə öz növbəsində 2 yerə bölünür, barelyef və qorelyef. Digər sualımız isə intibah dövrünün digər adı. İntibah dövrünün digər adı Renessans dövrü adlanır. Digər sualımız isə Ana körpəsi ilə əsərinin müəllifi. Bu əsərin müəllifi isə Michelangelo'dur. Biz bu əsəri 6-cı sinifdə Rafael Santi olan mövzuda heykəltaraş Michelangelo'nun əsəri kimi təqdim olunub və orada tanış ola bilərik. Dəyərli izləyicilər, diqqətinizə çatdırım ki, kanala abunə olun ki, ödənişsiz izahlardan xəbərdar olasınız. İndi isə keçək digər sualımıza. Deməli, belə bir sualımız var və əmin olun ki, bu tipdə suallar mütləq ki, imtahanda düşür. Ona görə diqqətli olmaq lazımdır. Sualı oxuyaq. Heykəltaraşlıq, boyakarlıq və qrafika. Və hər biri haqqında məlumatlar verilibdir. Deməli, heykəltaraşlıq. Heykəltaraşlığa nələr aiddir? Baxaq. Hər birində oxuyaq. Xətt, ştrix, ton əsas ifadə vasitəsidir. Bərk materiallardan yaradılan həcmli formaya malik təsviri sənət növüdür. Boyalardan istifadə olunmaqla yaradılan təsviri sənət növüdür. Deməli, açar söz olaraq biz boyalardan istifadə olunmaqla yaradılan təsvir sənət növünü boyakarlığa götürə bilərik, düzdürmü? Deməli, 2 avtomatik olaraq C gedir. Deməli, 2 də artıq bilirik ki, C-dir. Yerdə qalanlara baxaq. Deməli, xətt, ştrix, ton əsas ifadə vasitəsidir. Deməli, bu artıq bilirik ki, qrafikaya aiddir. Çünki grafikanı xətt, ştrix, ton vasitəsi, əsas vasitə, ifadə vasitəsi kimi nəzərdə tutulubdur, düzdür. Birə baxaq, deyir ki, heykəltaraşlıq. Heykəltaraşlıq isə bərk materiallardan yaradılan həcmli formaya malik təsvir sənət növüdür. Deməli, bizə uyğun gəlir 1 B, 2 C, 3 A. Variantlar arasında C variantı uyğun gəlir. Amma yəqin ki, çapda yanlışlıq olub 2 C olmalıdır. C variantıdır. Deməli, dəyərli izləyicilər, belə bir sualla rastlaşırıq və bu sualın imtahana düşmə faizi daha çoxdur. Çaşdırıcı sual kimi verə bilərlər.
Deməli yazılıb ki, böyük Budda heykəlinin hündürlüyü nə qədərdir? Deməli, böyük Budda heykəli Yaponiya incəsənətində aiddir. Budda sözünün mənası müdrik deməkdir. Bürüncdən tökülmüşdür. Hündürlüyü 11,4 metr, çəkisi isə 93 tondur. 1252-ci ilə aid bir əsərdir. Digər sualımız isə barokko dövrünün memarlıq üslubu neçənci illəri əhatə edir? Deməli, barokko 16-cı əsrdən 16-cı, 17-ci əsrləri əhatə eləyir. Yarandığı yer isə İtaliyaya məxsusdur. Əziz izləyicilər, biz bilirik ki, tarixi janr təsvir sənətinin hansı janrla əlaqədardır sualının cavabı olaraq təsvir sənətinin bir çox janrları var və bunlardan biri də tarixi janrdır. Tarixi janr əsasən cəmiyyətin həyatında sosial əhəmiyyəti tarixi hadisələrə həsr olunmuş əsərlərə aiddir. Əsasən tarixi janr təsvir sənətinin digər janrları belə deyək, məişət, portret, mənzərə ilə sıx əlaqəlidir və burada da variant olaraq B variantı uyğun gəlir. Portret düzgün cavab B variantıdır. Deməli, digər sualımız isə belə səslənir. Orta əsrlərdə müharibə və döyüş səhnələri təsvir olunurdu. Deməli, orta əsrlərdə müharibə və döyüş səhnələrini əsasən xalçalarda, qobelinlərdə, parça üzərində, Avropa və Şərq kitab miniatürlərində təsvir edilərdilər. Yəni, bu deməkdir ki, bütün variantlar burada bu sualda doğrudur. Deməli, digər sualımız isə Davidin əsərləri üçün ən səciyyəvi cəhətlər hansılardır? Biz bilirik ki, Davidin əsərlərində ən səciyyəvi cəhətlər əsasən yüksək düşüncəli, obrazlı quruluşun səhnə təntənəsi, həcmli işıq kölgə başlanğıcının kolorit üzərində üstünlüyüdür. O, hətta antik dövrün məşhur qəhrəmanlarını öz tablolarının əsas personajlarına çevirərək onların obrazları vasitəsilə dövrün yeni ideyalarını ifadə eləyirdi. Düzgün cavab olaraqsa C variantıdır. Dəyərli izləyicilər, digər belə deyək də sualımızda da vurğuladım ki, bu formada uyğunluqlar mütləq ki, imtahanda düşür. Ona görə diqqətli olmağınızı çox xahiş edirəm sizlərdən. Keçək sualımıza. Deyir, incəsənətin növlərini müəyyən edin. Sayaq: teatr, yapma, toxuculuq, kino, musiqi, xalçaçılıq, ədəbiyyat, applikasiya, rəssamlıq və quraşdırma. Biz bilirik ki, incəsənətin növləri deməli teatrdır, kinodur, musiqidir, ədəbiyyatdır və rəssamlıqdır. Düzgün cavab olaraq isə bizim cavabımız C variantıdır. Digər sualımız isə əks-səda dövrü heykəlinin müəllifi təyin edin. Yəni, müəllifi kimdir? Ümumiyyətlə, belə deyək, əks-səda dövrü heykəlinin müəllifi Fazil Nəcəfov olmuşdur. Fazil Nəcəfov müasir Azərbaycan heykəltaraşlarının ən parlaq nümayəndələrindən biridir. Əsasən, belə deyək, heykəltaraş Fuad Əbdürrəhmanovun yetirməsidir. Mövzu və janr müxtəlifliyi, daha sonra plastik formaların incə duyumu, mövzularının mahiyyətinə uyğun müasir formalar, təsir və özünü ifadə vasitələrinin axtarılması heykəltaraşın yaradıcılığının ilk illərindən etibarən hiss olunmağa başlamışdır. Bizim digər sualımız isə belədir. Michelangelo'nun Məlikçilərin məqbərəsi üçün işlədiyi allegorik heykəlləri hansılardır? Deməli, variantları oxuyuruq. Qiyamət günü, Pieta, səhər, axşam, canverən qul, gecə və gündüz. Deməli, düzgün variant olaraq səhərdir, axşam, gecə və gündüz. Bu əsərlər Michelangelo'nun Məlikçilər məqbərəsi üçün işlədiyi allegorik heykəllərdir. Düzgün variant olaraq isə C variantıdır. Dəyərli izləyicilər, son olaraq əlaqə nömrəmizi də xatırlatmaq istəyirəm. 070 235 1325 nömrəsi ilə əlaqə saxlayaraq dərslər haqqında məlumat əldə edə bilərsiniz. Sağ olun, hələlik.